Salam hörmətli izləyicilər. İnşallah bu günləri demək iri molekullu birləşmələrdən, plastik kütlələrdən davam edəcək 41-dən ardın. Demək 41-ci sualda qalmışdıq axırıncı dəfə. 41-də bizə nə deyir? Hansı polimerlərin makromolekulunda sp3p deyir ki, orbitalların ötürülməsi hesabına əmələ gələn rabitə var. Buradakı P bizə nəyi bildirir? P onu bildirir ki, artıq sp3 karbonları bildirir. P-dəki kənardan birləşən hər hansı bir xlormu, brommu, yodmu, əsasən onlardan asılı olur. Yəni birinci elə polivinil xloriddən başlasaq, polivinil xloriddə görürük ki, karbon atomları zaten yəni ki, sp3 hibridləşmə vəziyyətindədir. Burada xlordakı P orbitalıdır. Yəni sp3 hibrid orbitalı ilə P hibrid orbitalının birləşməsindən yaranmışdır. Polietilendə kənar birləşmə yoxdur. Teflondakı tetraflor etilenin polimerləşməsindən əmələ gəlir. Yəni ki, belə deyək, burada karbon atomları florlarla belə, burada qısaca belə yazın. Buranı silim kənarlardakı xəttləri. C-flor 2, C-flor 2, flor 2 şəklində. Bu şəkildə yəni, burada florlardakı P elementləridir, karbonlardakı sp3'dür. Yəni, bunlar arasında sp3-p hibrid orbitallarının P orbitallarının ötməsi nəticəsində yaranan birləşmə mövcud olacaq. İndi 4-ə baxaq. 4 olurmu, olmurmu? Burada da xlor var. İndi ora diqqət edək. Buranı sildik teflonu. İndi xloroprində niyə olmur? Çünki 2 qat rabitə burada diqqət elədiyimiz kimi bu karbon atomu sp2'dir. Çünki bir tərəfdən 2 qat rabitə ilə əhatə olunub. Bu sp2 hibrid orbitalının p orbitalına əmələ gətirməsidir. Onun üçün cavabımız 1,4 olaraq qalır. Hansı iri molekul polimerləşmə reaksiyası ilə alınır? Yəni ki, polimerləşməsində pi rabitənin qırılması ilə baş versin. Bu polimetil metakrilatla teflondur. Teflonu indi izah elədik. Polimetil metakrilatdakı metil metakrilatın tərkibindəki pi rabitənin qırılması hesabına baş verir. Lavsan su alınır, enantda da su alınır. Yəni ki, lavsan elə bil ki, mürəkkəb efir qrupu əmələ gətirir. Enantdakı poliamid lifi əmələ gətirir. Onun üçün də 2 ilə 4 uyğun olmayacaq. 1, 3 pi rabitələrin qırılması ilə olduğuna görə olacaqdır. Yəni cavabımız. Polietilenin polimerləşmə dərəcəsi 4000-dirsə, polimerin orta nisbi molekul kütləsini hesablayın. İndi bizə nə deyir? Polietilen. Polietilen elə bil ki, CH2, CH2 buranın qiyməti də ki, bizə verib 4000. İndi CH2 bu S2H4 eləyir də, yəni ümumilikdə. S2H4 də ki, bizə burayı 28 verir. 28-i də ki, 4000'ə vuranda, 4'ü 28'ə vuranda demək 4-8'in 32, 4-2'nin 8, o da 3, 112 bölünə 3'dən də 0 atarıq. Cavabımız eləyəcək 112.000. Bu şəkildə. Keçək növbəti sualımıza. Demək, termoplastik xüsusiyyətlərə malik olduğu üçün polivinil xlorid istehsalında xlordan yanacağa əlavə edilən qatqı maddələrin və florlaşdırılma üzvü birləşmə istehsalında isə bromdan istifadə olunur. Zavodda gündəlik olaraq demək, filan qədər xlor və filan qədər bromun sərf olunduğunu bilərək istifadə olunan halogenlərin cəmi mol sayını hesablayın. Bu sadə bir sualdır. Sadəcə kütlə verib, heç burada polimerə aidiyyəti olmayan bir şey. Sadəcə sənə nə deyir? Deyir, 35500 qram xlor sərf olunub, 3200 qram da brom sərf olunub.
halogenlərin cəm mol sayını hesablayın. Demək 35.500-ü xlor 2 olduğuna görə 71-ə bölərik. Normalda 35,5-ə böləndə nə qədər edir burada? 100 edir, bu 50 eləyər. Digərini də 32.000-dir. Bromdakı normalda 160-dır. Bu da ki bizə verdi 20. 20 ilə 50-nin cəmini istəyir bizdən ki, bu da 70 eləyər, hesablama səhv eləməmişiksə. Ki, qaydası budur, yəni polimerlər sadəcə adı keçib deyə sual burada salıblar. Polimerin polimetil metakrilat olduğunu deyir. Metil qrupların sayı 4000 dənədir, hidrogen atomların sayını deyir, oturub hesablayaq. Polimetil metakrilatın formulu CH2, CCH3, yuxarıya COOCH3 və belə. Bizə deyir ki, CH3 qruplarının sayı, mən buranın polimerləşmə dərəcəsini N götürsəm, görürəm ki, 2N qədər demək CH3 qrupu var. Bu da ki, 4000-ə bərabər eləsəm, N-in qiyməti çıxacaq 2000. Ki, bunu tapdıq. Hidrogenlərin sayını da burada sayıb 2000-ə vurmaq lazımdır. 5, bu da 3. Ümumilikdə 8 dənə hidrogeni var. 8-də 2000-ə vuranda eləyir 16.000 hidrogen. Polimer, polimetil metakrilat bir molekulunda hidrogenin kütləsini verib, yuxarıda kütlə verəcək, qruplarını verib. Demək, polimetil metakrilat bir molekulunda hidrogenin kütləsini verib bizə polimerləşmə dərəcəsini istəyir. Yəni, bayaqki kimi, bunu gərək silməydik. Yəni, CH2, 8 dənə hidrogenimiz var da, CH3, COOCH3 ki, burada 8 dənə hidrogenimiz var. Polimerləşmə dərəcəsini N qəbul eləsək, bizə verdi 8 N qram. 10 kiloqram da ki, böyrünə 3-dən də 0 artırdıq. N bərabərdir. Demək, 120, demək, 1250. Bu belə polimerləşmə dərəcəsi 1250 çıxdı. Polimetil metakrilat bir molekulunda olan hidrogen atomlarının sayı, yəni sadəcə bu 8 qramla elə hidrogen atomlarının sayı burada 1600-ə bərabər eləyəcək 8-ni, 16.000-ə. Burada da ki, bizdə çıxacaq 2000 cavabımız. Yəni ki, polimerləşmə dərəcəsi eləyəcək 2000. Çünki hidrogen atomlarının sayı ilə 10 qramına bərabərdir. Bu da belə. Qırx-səkkizinci sual. Polietilen molekullarında hidrogen atomlarının sayı A, polimerləşmə dərəcəsi 3000-dirsə, polipropilende də hidrogen atomlarının sayını verib A, yəni ki, polietilendəki hidrogen atomlarının sayını tapsaq, nə qədər edir, onu tapaq. Polietilen C2H4-dür də, yəni, qısacası yazaq, karbon atomlarından kənarda. Polimerləşmə dərəcəsi 3000-dirsə, bizə dedik, bu 4 vurulsun 3000 A-ya bərabərdir. A-ya bərabərdir. Onda A-nın qiyməti bizə verir 12.000. 12.000-dirsə polipropilende də, polipropilende ki C3H6-dır. Yəni, daha mən ümumiyyətlə yazmıram, C3H6-dır. Polimerləşmə dərəcəsində X verib. Yəni, bizim 6X-imiz A-ya bərabərdirsə, elə bu da 12.000. Deməkdir, onda X-imizin qiyməti çıxır 2000, yəni ki, X-in qiyməti 2000 edəcək. Polimerləşmə reaksiyasının praktik çıxımı 90% olarsa, 200 mol metil metakrilatdan neçə kiloqram Y maddəsi alınır? Burada ehtiyac yoxdur, elə formul burada sadəcə bir pi rabitə qırılacaq, kənarları açılacaq belə. Metil metakrilatını da verib 100
qram kütləsin. İndi qayda belədir ki, 200 mol kütləsi nə qədərdir? 200 molun kütləsi elə burada yazaq bunu. 200 molun kütləsi 200-ü vurarıq 100-ə. Bu bizə verir 2 bölündə 4 dənə 0. Bu da ki 100% çıxımla bizə bu verilən kütlədir. Yəni itkisiz 100% bizim 20.000 maddə alınır 100% praktik çıxımla. Amma bizə deyir ki, praktik çıxım 90% olarsa birləşmənin kütləsini hesablayın. Bu da 18.000 edəcəkdir. Kiloqramla istəyir. Kiloqramla istəyirsə 3-dən 0 silək, olsun 18 kiloqram. Kiloqramla istədiyinə görə. Polimerləşmə reaksiyasının praktik çıxımı 80%-dir deyir. 20 mol vinil xloriddən neçə qram Y maddəsi, yəni ki, polivinil xlorid alınır. Yəni eyni şey. Yəni 20-ni vurarıq 62,5-ə. Bu da eləcək 1002, demək 20-ni belə deyək də vurdıq 62,5-ə, 625-ə vurduq elə bil 2-ni. Bu da eləyir 1250 qram. 1250 qram 80% çıxımla deyir. 1250 100% çıxımlandır. 80% çıxımla nə qədər olar? X sıfırları ixtisar elədi. X də bərabərdir 1000. Bu da ki bizə 1000 qramdır. Kiloqramla istəyirmi yenə? Yox, qramla istəyir. Qramla elə 1000 qram olaraq da qalacaq bu belə. Sonra 51. Polipropilenin makromolekulunda 24.000 hibrid orbital var. Bu makromolekulun nisbi molekul kütləsini hesablayın. Polipropilenin makromolekulunda 24.000 hibrid orbital var. Polipropilen yəni CH2, CH, CH3 polipropilendir. Görürük ki, 3 dənə karbon var, 3-ü də sp3 hibridləşmə vəziyyətindədir. Yəni 3 dənə karbonun hər biri 4 dənə hibrid orbital saxlayır ümumilikdə. Onda bizim enimiz vurarıq. Burada 12 dənə hibrid orbital var, verdi 12N. Bizdən nəyi soruşur? Bu makronun nisbi molekul kütləsini hesablayın. N-in qiymətini tapıb, sonra buradakı kütləni hesablayıb, yəni C3H6-nın qiymətini hesablayıb taparıq. C3H6-dakı 36 42 edir biz üçün. Yəni bu bir monomer halqasında deyil. 12N bərabərdir 24.000-ə. N də bərabərdir 2000-ə. 2000-dirsə 2000-i də 42-yə vuranda bu da eləyir 84. Yəni bu 2000-i 42-yə vurarıq. Bu da eləyər 84.000. Cavabımız 84.000 eləyəcək nisbi molekul kütləsi. 52. Polipropilenin makromolekulun nisbi molekul kütləsi 84. Bu makromolekulun hibrid orbitallarından bu tərsini istəyir indi. Yəni ki, yenə hesabladıq. C3H6-dır. Hibrid orbitalları monomer halqasının içərisində ümumilikdə 12 ədəddir. Polimerləşmə dərəcəsi N. İndi bizə bu birləşmənin nisbi molekul kütləsi də 42. Bir monomer halqasının 42N bərabərdir 84.000 olduğundan onda N bərabərdir 2000 çıxır. 2000-i də ki, gətirib burada yerinə qoysaq, hibrid orbitalların sayına vursaq, bizə 24.000 verəcək. 53. Polietilen makromolekulunda 16.000 hibrid orbitalı varsa, polietilen makromolekulunda cəmi orta nisbi molekul kütləsini hesablayın. Eyni üsul, eyni qayda. Sadəcə polietilen üçün, yəni C2H4 üçün N-in qiymətini, nədir bu, nisbi orta molekul kütləsini tapacaq. Hibrid orbitalların sayı burada da hər ikisi sp3-dür, yəni 8 dənə hibrid orbitalı olacaq. Bu da 8N bərabərdir 16.000-ə. Yəni N-in qiyməti 2000 çıxdı. Yəni burada N-imizin qiyməti 2000-dir. MR-dəki 28 elcikdə 12, yəni 2 vurasın 10, 200 nə yazın, 4 vurasın bir daha bunu. Bilirsiniz 28 yazdım ki, sadəcə elə xatırlatma olsun. 28-də 2000-ə vuranda 56 bölündə 3-dən 0, yəni 56.000 edəcəkdir. Sonra
və 53 də belə. 54. Dehidrogenləşmə reaksiyasının praktik çıxımı 50%, polimerləşmə reaksiyasının praktik çıxımı 80% olarsa, 1000 mol etandan neçə kiloqram Y maddəsi alınır? Dehidrogenləşmə reaksiyasının praktik çıxımı. Yəni ki, bizə deyir ki, bu C2H6-dan C2H4-ə çevrilmədə. Yəni ki, bizim burada X maddəmiz C2H4-dür. C2H4. Çünki hidrogen bir də hidrogen itirdikdə C2H4-ə çevriləcək. Deyir, buranın praktik çıxımı 50%-dir bizə deyir. Dehidrogenləşmə reaksiyasının praktik çıxımı 50%-dir. Yəni 1000 mol C2H6 götürəndə C2H4-ə 50% çevrilir bunun. Yəni 50%. 50. 80 başa düşməyin. 50% çevrilir. 50% çevrilirsə 1050% də ki 500 eləyəcək. Yəni 500 mol C2H4 alındı. Alınan C2H4 C2H4 polimerinə çevrildikdə şəkildə normalda 500-dən 500-ü də çevrilməlidir, amma bunun 80% çevrilib. 80% də 400 mol eləyir. Onda eyni polimerləşmə dərəcəsi 400 çıxır. Y maddəsinin kütləsini hesablayın. C2H4-dəki 28-dir. 28-i də 400-ə vuranda 112 önündə 2 dənə 0. Bundakı kiloqramla istəyir 1000-ə bölərsiniz. Sizə verər 11,2 kiloqram. Bu da oldu 54-cü sual. 55 də eynən həmin sualdır. Oxşar sualdır. Nə deyir bizə? C3H8-dir. Burada C3H6-ya çevriləcək. Elə bunun üzərində izah 100 mol C3H8 götürülür. Bunun 50%-i yenə 50-yə vurarıq. Faizini taparıq. Demək ki, burada C3H8 50 mol alınacaq. 50 molun da ki 80%-i, yəni burada 50 mol X maddəmiz var. Bunun da 80%-i Y-ə çevrilir. Bu da elədik 40. İndi deyir ki, bunun neçə kiloqram olduğunu tap. Bu sadəcə C3H6-dır. Bu da bizə 42 verir. Bunda polimerləşmə dərəcəsini biz 40 tapdıq. 40-ı da 42-yə vuranda 8, 16. Bundakı kiloqrama çevirəndə 1000-ə bölərik. 1,68 kg. Ki, məsələdə qramla istəyirmiş. Qramla istəyir. Elə 1680 qram olaraq da qalacaq. Belə. Sonra burada nə deyir? Deyir, X maddəsi aqreqat halı bərkdir, amma polimerləşmə əmələ gətirə bilir. Bərk halda olan burada demək kimlərdir? Bir dənə glikozadır. Sonra benzol mayedir, izopren, divinil, izopren mayedir, divinil qazlı, mayedir, heksan, bu da mayedir, benzol, glikoza da bərkdir. Bəli. Glikoza bilirik ki, nişasta sellulozanın tərkibinə daxildir. Onda X maddəmiz elə glikoza olur, başqa bərk unsuzdur yoxdur. Benzol mayedir, amma hibrid polimerləşə bilmir. Polimerləşə bilmirsə, burada da maye polimerləşə bilməyən YA gedir bura. Y-ə. Görür ki, Y mayedir və polimerləşə bilmir. İzopren mayedir, amma polimerləşə bilir. Onun üçün də C gedir Z-ə. Heksan, divinil qazdır. Qaz da ki, burada ümumiyyətlə yoxdur. D heç birinə getmir. Heksan da ki, ümumiyyətlə polimerləşmir. Ona görə də 1B, 2A, 3C oldu. 57-ci sualda oxşar sualdır. Qaz halında polimerləşə bilən, bir də ki, qaz halında polimerləşə bilməyən, maye halda polimerləşə bilən.
İzopren mayedir, polimerləşir. Divinil qazdır, polimerləşir. Etilen qazdır, polimerləşir. Etan qazdır, polimerləşmir. Benzol mayedir, polimerləşmir. Bizdən qaz olub polimerləşənləri soruşur. Qaz olub polimerləşən BC. Polimerləşə bilir BC. Divinillə etilen. Etan polimerləşə bilmir, amma qaz halındadır. Onun üçün də bu getdi, C getdi. C deyirəm, üzr istəyirəm. D getdi 2-yə. Etan, axırda da Z maye polimerləşən A da gedir bura. Demək 1BC 2D'dir ya burada D. Çaşmayaq, A-ya oxşuyur. 1BC 2D 3A oldu 57-də cavabımız. İnşallah ki, gələn dərslərimizdə kauçuklarda yavaş-yavaş izahlarına başlayacağıq. İzlədiyiniz üçün təşəkkür edirəm.